arada bir cavan uşaqlardan eşidirəm ki, Allah bütün valideynləri qorusun. Deyirlər ki, mənim atam olsaydı, mən belə yaşamazdım. Mənə deyir, göstərici eləyərdi. Yəni kimsə deyir ki, mənim anam olsaydı, mənə bir yol göstərərdi, necə özümü aparmalıyam. Fərqləməz, oğlan uşağı olsun ya qız uşağı olsun. Mən də deyirəm bu bir bəhanədir. Yəni düşünürsən ki, kiməsə görə sən belə yaşayırsan, çox vaxtı belə havada, bürküb havada darıxdırır səni, ürəyin sıxır, fikirləşirsən ki, niyə görə filan adam səndən yaxşı yaşayır, amma sən bu gündəsən, günahkar axtarırsan. Əslində özünü necə var qəbul elə, çünki hər insan ancaq özünü düşünür və sən özünə görə birinci növbədə məsuliyyət daşıyırsan. Bütün ətrafın sənə görə burada məsuliyyət daşımır və heç kimə görə əziyyət çəkmək istəmir. Və onu bil ki, bu dünya səninlə mübarizə aparmır və heç kimin sənə qarşı pislik eləmir və gözü yoxdur. Yəni sənə qarşı belə bir hərəkət eləyir. Onu bil ki, əgər sən belə halda yaşayırsan, kimsə səndən də yaxşı yaşayır, kimsə səndən də pis yaşayır. Sən kimdənsə nəsə istəyirsən, Allah onu sənə verir. Ruzunu verən Allahdır. İstədin, istəmədin, hər dəfə nəsə deyirsən. Hardansa onu sən onsuz da qazanırsan. Bir şey var. İndi bəziləri başa düşməsin nə deyirəm, fikrimi çatdırmaq bilmirəm. Yox, fikrimi çatdıra bilirəm. Mən sizə tam izah eləmək istəyirəm ki, adam pisi həmişə yadındadır. Heç vaxt unutmur. Yaxşılığı tez unudur. Amma kimisə həddində deyir bu hansısa bir hərəkət adi bir şeydə görə sən də deyirsən ki, mən sənə yaxşılıq eləmişəm, bu deyir o yaxşılıq sayımı keçmişdə olub. Mən sənə çox sağ ol demişsəm, də onu sən eləmirsən, bu gün sən sabah sənə kimsə eləyəcək. Sən niyə görə belə danışırsan? Onu demək istəyirəm ki, özünüzü necə var qəbul eləyin və fikirləşməyin ki, sən bir hansısa bir səbəblərə görə bütün dünya günahkardır, ya kimsə günahkardır. Yəni fikirləşmək ki, dünyada ideal və 100% heç nə yoxdur. Amma hamı günahkar. Bəs birinci günahkar özünü say. Fikirləş ki, əgər nəsə olmur, nəsə alınmırsa, onu sən elə. Sən bu gələcəkdə əgər sənin üçün eləmirsə, sən gələcək nəsil üçün elə. Sən inşallah sənin övladların da olacaq. Bunlar üçün elə. Demək ki, mənim papa eləməyib, mənim mama eləməyib, mənim düz yol göstərici eləməyiblər. Mən də birinci növbədə keçmişdəki həyatımı indiki zamanı kompensasiya eləyim.